Gördünüzsə gülməli deyil. O kağızı belə çıxırsınız, atırsınız birbaşa səhnədə stand-up şeyə. Kim məni görür öpür? Kim məni görür öpür? Mən ilk öpüşlərimi elə keçirtmək istəmirdim. Azərbaycanda qonaq. Ümumiyyətlə belə bir misal var, deyirlər 5 dəqiqəlik qonaq. Babanın nömrəsini. Mən də dedim ki, Nə yalan deyim, çox rahat. Bir qram qorxmur. Dayanın da! gedirik, atların yanındayam, dedim, baba gəl. Biri qız çıxanda dedi ki, babam da sən mənə də çəkə bilər. Bir ayırırsan, misal üçün girdi və sən oturursan, yuxusuz, bəlkə bir gəlin kimi çaylaşırsan orada. Heç nə Heç gülməli deyilin bir formatı var. Stand-up deməyə çıxırlar və sizə kağızlar paylanacaq deməli. Əgər gördünüzsə gülməli deyil, o kağızı belə çıxırsınız, atırsınız birbaşa səhnədə stand-up şeyə. Salam. Deməli, bu günlərim son zəngim və 11-lərin gözünün yaşının bədbəxtçiliyindən danışacağam. Deməli, bədbəxtçiliyinin gözünün yaşından. Deməli, biz vinetka çəkdirmək oldu da 11-də təbii ki, hamının bildiyi kimi. Gedirdik vinetka çəkdirməyə və Ulduz müəllimə də sinif rəhbərim, hardan biləsiniz müəllim? Sinif rəhbərim məni çağırdı yanına, sinif qonun sağ əli olaraq gedirəm. Hə, getdim yanına, dedi ki, bəs şeydir, babanın nömrəsini ver mənə. Mən də dedim ki, birincisi babam Allah-u Teala'ya qovuşub, rəhmətlikdir. İkincisi də ki, nənəm gəlib sizi, aha, gəldi bəs mənə dedi ki, şu sənin qız təpəbə. Baba vinetka çəkənin adıdır. Vinetka çəkənin adını ver mənə. Neyse, bunun nömrəsini verdim. Qabaqcadan dedim ki, kişinin nömrəsi məndə nə gəlsin? Mən hardan bilim ki, onun adı babadır. İndi gedirdik, vinetka çəkən gəldi, getdik, şəkil çəkdirməyə, fotosesiyaya. Gedirik, atların yanındayam, dedim, baba gəl. Biri qız çıxanda dedi ki, babam da sən mənə də çəkə bilər. Yəni, belə bədbəxt hadisələrlə qarşılaşa bilirik. Ondan sonra bu ilin, yəqin ki, qızlar geyinir də crop top. Crop deyil qısacası. Keçən dəfə dedim ki, bəs onu geyinim dedim. Məryəm qayıtdı dedi ki, valla bu köynənin arxası hanı, siz mədə həkimini elə bil ki, pulsuz gedirsiniz. Mədənizi görürlər birbaşa. Ona görə şey eləmədim. Atların yanına atların yanına crop top geymədim. Bundan sonra küpə gülməliydi. Qabiliyyət imtihanı haqqında danışmaq istəyirəm. Keçən bu vaxt aralığında qabiliyyət imtihanı verirdim. Qabiliyyətə yaxın hamı belə mandıracə düşmüşdü, qorxurdu falan, ağlayan, belə elə. Mən çox rahat edim. Nə yalan deyim, çox rahat edim. Bir qram qorxmur. Dayanın da! İlk qabiliyyət imtihanı getdim, girdim otağa, gözləm otağındadır, gözləm otağını gözləyirəm. Məni çağırırlar, durmuşam qapının ağzında, bir nəfər kəsilib. Kəsilib gəlir, ağlayır, dərdim mənə danışır. Deyirəm, bir kəsilmişəm, belə elə. Axşam olsun. Mən belə onda danışım da, mənlə danışım, mənlə danışım. Müəllim, sizdir var da. Deməli, belə eləyək də, elə bil ki, məncə hamı Azəri toylarda olub. Azəri toy demək, Qafqazın toyları, o ki 5 nəfər olur emək. Onlardan bəlkə biraz qısa bir şey danışacağım. İndidən deyirəm, gülməyən, mənim vecimə deyil, mən özüm üçün danışıram. Deməli, o gün, bəs nəsillikcə, nəsim var yoxu ilə, getmişik toya. Belə deyim də, kim evləndirdi, mən xəbərim olmadı, amma qəşəng yemək yedim. Deməli, görmüşük bir dən belə böyük bir yerdir, mağara kimi bir şeydir, böyük bir şeydir, işıqlı. Özdə işıqlı, xoşuma gəlir. Girmişik ora. Kim məni görür, öpür. Kim məni görür, öpür. Mən ilk öpüşlərimi elə keçirtmək istəmirdim. Yəni, mən kişilər öpdü, qadınlar öpdü, kimsə xalası, nənəsi, atası, dədəsi öpdü. Mən ilk, belə deyim də, öpüşlərimi onlarla yaşamaq istəmirdim. Nə yalan deyim. Bəs girmişik. Necə
kimi də qohum əqrabadan dərin birlikdən çıxan bir insanlar. Obşum, qaşıq oturmuşam özüm üçün bu şəkildə qoymuşam. Sideni Allah'ın dola indi bunu qoysam belə. Neyse. Deməli oturmuşam belə. Neyse, deməli. Alkışlar. Getdin. Sıçdım ama heç nə olmadı. Zaten o sen idin sen. Zaten seni. Sen gel. Növbəti stand-upçımıza Azərbaycanlı olmaq çox çətin bir şeydir. Həqiqətən çox qəribə bir şeydir. Heç bir başqa ölkədə belə deyil. Misal üçün, mənim 16 yaşım var, amma mənim anam mənim yaşımda 3 dənə uşaq saxlayıb, plus prezident olmaq istəyib, üstəlik 3 dənə işdə işləyib, amma mən hələ də bir dənə corabımı tapa bilmirəm. Yəni Azərbaycan olmaq belə bir şey. Nəysə, atın da atın. Hə. Azərbaycanda qonaq. Ümumiyyətlə belə bir misal var, deyirlər 5 dəqiqəlik qonaq. Qonaq gəlir, çay içib çıxıb gedir. Amma o elə olmuyor. O 5 dəqiqə olur 5 saat, olur 5 qap plov, olur 5 nə bilim çay, falan 5 məkan. Sonra da anam deyir ki, hə, bəs biz gedək falan 5 məkan. Amma qayıdıb deyir ki, oturun 5 dəqiqə sonra gedərsiniz. Bir də ayılırsan ki, saat 1-dir və sən oturmusan, yuxusuz, bayaqdan gəlin kimi çay daşıyırsan ona bura. Heç nə də ortamda bir şey yoxdur. Evet. alkışlar. Evet.